Salam dostlar, bugün sizinlə çox maraqlı bir hekayəmi bölüşmək istəyirəm. Biz ailəliklə Bakıdan Gürcüstana getdik və hər şey ilk andan bizim üçün həm həyəcanlı, həm də çox maraqlı oldu. Bol taksi sifariş etdik. Sürücü çox mədəni, mehriban bir insan idi. Yol boyu xoş söhbət elədim. Hava limanına çatanda içimizdə qəribə bir həyəcan var idi. Çünki bu uşaqlarımızın da ilk uçuşu idi. Pasport nəzarəti, baqaj təhvili, hər şey addım-addım keçdi. Uşaqlar gözü yolda hər dəqiqə soruşurlar: "Ana, ata nə vaxt təyyarəyə minəcəyik?" Onların gözlərindəki parıltı bizə də böyük sevinç verirdi. Nəhayət təyyarəyə minmək vaxtı gəldi. Biz Azal ilə uçduq. Təyyarəyə girəndə həyəcanımız 2 qat artdı. Uçuş cəmi 1 saat 30 dəqiqə idi. Təyyarədə bizə sendviç və şirə verdilər. Düzünü desəm, yeməyin dadından çox həmin anın özü bizə maraqlı idi. Göylərin üzərində olmaq, buludların arasından keçmək, pəncərədən görünən mənzərələr, hər şey möhtəşəm idi. Uçuş uğurla başa çatdı və biz Batumi hava limanına endik. Qapıdan çıxan kimi üzümüzə yağış damcıları və rütubətli hava dəydi. İlk baxışdan bu biraz qəribə göründü, amma dərhal hiss etdik ki, hava çox təmizdir. Nəfəs almaq çox rahatdır. Burada biz 10 günlüyünə Toyota Prius maşını icarəyə götürdük. Qiyməti 900 lari idi. Bizimlə Yevgeniya adlı bir kişi görüşdü. Çox səmimi və mehriban idi. Hələ gəlməmişdən əvvəl telefonla bütün suallarımıza cavab vermişdi. Maşını təhvil alanda gördük ki, hər şey yaxşı vəziyyətdədir. Ödənişi etdik və artıq öz maşınımızla Batumidə ilk addımlarımızı atmağa başladıq. Amma bir problem var idi. İnternetimiz yox idi. Aeroportda SIM kart çox baha idi. Biz də şəhərə getməyə qərar verdik. Navigator işləmədiyi üçün yaxınlıqdakı bir kafeyə girdik və Wi-Fi istədik. İnsanların qonaqpərvərliyi bizi heyran etdi. Heç düşünmədən bizə kömək etdilər. İlk işimiz pul dəyişmək oldu. Batumidə çoxlu valyuta dəyişmə məntəqələri var idi. Rahatlıqla ən yaxşı qiyməti seçə bilərsiniz. Biz dolları lariyə dəyişdik. Daha sonra isə selfie mağazasına gedib SIM kart aldıq. Təsəvvür edin, cəmi 27 lariyə bir aylıq limitsiz internet bizim üçün çox sərfəli oldu. İnternetimizi həll etdikdən sonra Mahinjauri qəsəbəsindəki ETM adlı qonaq evinə yollandıq. Burada bir detal bizi çox təəccübləndirdi. Ev sahibləri bizdən heç bir öncədən ödəniş istəməmişdilər. İnsanların bu etibarı doğrudan da inanılmaz idi. Bizi çox isti qarşıladılar. Qonaq evimiz dənizin tam yanında idi. 4 mərtəbəli binada bizim otağımız dəniz mənzərəli idi. Terrasdan həm Batumi bulvarı, həm də dağların gözəlliyi görünürdü. İçərisi çox təmiz və səliqəli idi. Hamam otağı otağın içində, amma mətbəx və paltarı yuyan maşın ümumi idi. Axşam yeməyindən sonra isə Batumi bulvarına gəzintiyə çıxdıq və bu an bizim üçün xüsusi idi. Çünki əvvəllər internetdə şəkillərinə baxdığımız yerlərdə indi özümüz addımlayırdıq. Bulvar insanlarla doluydu. Gecə olsa da hər yer işıqlı, restoranlar və kafelər işləyirdi. Ən çox görmək istədiyimiz yer Ali və Nino heykəli idi. Yanında isə möhtəşəm bir şeytan çarxı atraksiyonu var idi. Mənzərə heyrətamiz idi. Uşaqlar isə ən çox musiqili fəvarələr parkında sevindilər. Orada oynamaq onlara böyük zövq verdi. Biz isə bulvarın romantikasından doya-doya həzz aldıq. Beləcə yorğun olmağımıza baxmayaraq gecə saat 1-ə qədər Batumidə gəzib sonra otelə qayıtdıq. Bu bizim ilk günümüz idi. Yeni ölkə, yeni hisslər, yeni təcrübələr. Bu səyahət bizə ömrümüz boyu unudulmaz xatirələr bəxş etdi. İkinci günün səhəri. Batumidə bizi biraz tutqun hava qarşıladı. Sanki buludlar günəşin üzünü örtmək istəsələr də, dənizin üzərində dolaşan işıqlar və şəhərin sakit ab-havası bizə tamam başqa bir enerji bəxş edirdi. Havanın bu rəngi bizi yolumuzda saxlaya bilmədi. Əksinə, səyahətimizə ayrı bir gözəllik qatdı. Biz səhər yeməyi üçün Aliva kafesinə yollandıq. Yol boyu pəncərədən açılan mənzərələr heyran edici idi. Dənizin sahilini qucaqlayan palmalar, buludların arasında görünən günəşin zəif işıqları, dalğaların qoynunda gizlənmiş yaşıl yamaclar və sanki rəsm tablosu kimi qarşımıza çıxan Batumidən görüntülər. Aliva kafesi isə elə bir bizi bu mənzərələrin davamı kimi qarşıladı. İçəri daxil olan kimi özünü isti və rahat bir mühitin içində hiss edirsən. Taxta mebellər, yumşaq işıqlandırma, masalarda çeşid-çeşid yeməklər. Burada hər zövqə uyğun seçim var. Yüngül səhər yeməklərindən tutmuş doyumlu nahara qədər. Biz də süfrəmizi dadlı yeməklər
yeməklərlə bəzədik. Gözəl çayın qoxusu ilə bir qədər dincəldik və yolumuza davam etdik. Növbəti dayanacağımız yer Ureki plajı idi. Amma yol üstü Wilmart adlı kiçik, büdcəmizə uyğun bir marketə girdik. Qiymətlərin münasibliyi bizi sevindirdi. Lazım olan ərzaqları alıb yenidən yolumuza davam etdik. Urekidə bizi çox xüsusi bir mənzərə qarşıladı. Qara maqnitli qum. Ayaqların altında bu qumu hiss etmək tamam başqa bir duyğu idi. Həm yumuşaq, həm də istiliyi ilə insana rahatlıq bəxş edirdi. Uşaqlar qumla oynayıb əylənirdilər. Biz isə dənizin sərin sularına girərək bu qeyri-adi plajın sakitliyindən zövq alırdıq. Dalğaların ritmi, qumun bədənə verdiyi isti enerji, hər şey bir-birini tamamlayırdı. Dənizdə istirahətdən sonra aclıq özünü göstərdi və biz Zontik restoranına üz tutduq. Burada bizi ən çox heyrətləndirən şey yeməklərin porsiyaları oldu. Bir nəfərlik hesab edilən yemək rahat 2 nəfərə kifayət edirdi. Gürcü mətbəxinin səxavəti burada da hiss olunurdu. Hər tikə həm dad, həm də bolluğu idi. Günün ən möhtəşəm hissəsi isə bizi Batumi Botanik bağında gözləyirdi. Giriş böyüklər üçün 12 lari, uşaqlar üçün isə 6 yaşa qədər pulsuz idi. Bu bağ sadəcə bir gəzinti yeri deyil, təbiətin canlı muzeyi kimidir. Burada dünyanın müxtəlif güşələrindən gətirilmiş nadir ağac və bitkilər, möhtəşəm çiçək tarlaları, yaşıl yamaclar və dəniz mənzərəsi var idi. Hər addımda qarşına yeni bir mənzərə çıxır, sanki bir aləmdən digərinə keçirsən. Üstəlik burada zipline də var, adrenalin sevənlər üçün möhtəşəm bir macəra imkanı. Bağın əzəməti o qədər böyükdür ki, buranı gəzmək üçün bir gün belə bəzən az görünür. Biz uzun müddət gəzib gördük ki, bu təbiətin hər küncü ayrıca bir möcüzədir. Axşam düşəndə isə biz günümüzü Batumi mərkəzində yerləşən Teras Tvish restoranında tamamladıq. Burada sifariş etdiyimiz Sezar salatı, qızardılmış bildirçin, acar xaçapurisi və xəngəl süfrəmizi bəzədi. Yeməklərin dadı o qədər möhtəşəm idi ki, hər tikədə Gürcü mətbəxinin ruhunu hiss edirdik. Xüsusilə də xəngəl və xaçapuri. Bu dadı heç yerdə bu qədər mükəmməl şəkildə hiss etməmişdik. Restoranın bu havası, işçilərin diqqəti və xidmətin səviyyəsi bizi tamamilə məmnun etdi. Beləliklə bizim ikinci günümüz də yaddaşımızda qaldı. Dəniz, qara qumun möcüzəsi, təbiətin gözəllikləri və unudulmaz dadlarla dolu bir gün. Bu gün həm macəra, həm rahatlıq, həm də yeni kəşflərlə bizi bir daha heyran qoydu. Səhər yenidən Aliva kafesinə yollandıq. İlk gündən bəri bu məkan bizi rahatlığı, zəngin menyusu və mehriban havası ilə valeh etmişdi. Burada səhər yemək etmək insana sanki əlavə enerji verir. Günün gözəl keçəcəyinə inam bəxş edir. Yeməkdən sonra yolumuzu Mirveti şəlaləsinə saldıq. Yol boyu gördüyümüz mənzərələr göz oxşayırdı. Dumanlı dağlar, yaşıllığa qərq olmuş kəndlər, dolama yollar boyunca uzanan füsunkar təbiət insana sanki nağıl aləmini xatırladırdı. Şəlaləyə gedən yolda qarşımıza Çoroxi çayı çıxdı. Körpünün üstündən baxanda qarşımızda sanki bir göl açılırdı. Genişliyi ilə insanı valeh edən, səthi ilə güzgü kimi parıldayan bu çay möhtəşəm bir mənzərə yaradırdı. Burada qonaqlar üçün başqa bir maraqlı imkan da var. Çayın üzərində qayıqla gəzintiyə çıxmaq. Sakit sularda üzən qayıqlar mənzərəyə daha da seyir qatır. İnsana elə gəlir ki, sanki təbiətin qucağında nağılvari bir səyahətə çıxmısan. Şəlaləyə maşınla getmək mümkün olsa da, yolun çox dar olduğunu gördük və piyada yola davam etməyə qərar aldıq. Bu seçim bizi peşman etmədi. Hər adımda yeni gözəlliklər açılır. Yol özü ayrıca bir macəraya çevrilirdi. Nəhayət, Mirveti şəlaləsinə çatdıq. Yüksəklikdən süzülən suların gürültüsü, ətrafdakı yaşıllığın təravəti və sərin havanın toxunuşu təbiətin möhtəşəm bir harmoniyasını yaradırdı. Uşaqlar buz kimi soyuq suda oynadılar. Biz isə həm şəkillər çəkdik, həm də bu anı ürəyimizdə əbədi yadda saxladıq. Şəhərə qayıdanda yolumuzu Saçaşniki restoranına saldıq. Burada bizə acar lobyani, tərəvəzli acaquri və tabaka toyuğu təqdim olundu. Lobyani incə və ətirli xəmirdə pişir, içi isə lobyadan hazırlanır. Acaquri qızardılmış kartof və təzə tərəvəzlərlə birlikdə süfrəyə gətirildi. Həm doyumlu, həm də misilsiz dadı ilə seçilirdi. Tabaka toyuğu isə qızıl rəngli, xırçıltılı qabığı və şirəli, yumşaq içi ilə adamı valeh edirdi. Gürcü mətbəxi həmişəki kimi süfrənin bolluğu, zəngin dadları və özünə məxsus ətirləri ilə yadda qaldı. Daha sonra alış-veriş üçün Batumi Mola yollandıq. Buradakı mağazalarda demək olar ki, bütün məhsullar endirimdə idi. Bizim üçün maraqlı olan isə yalnız mağazalar deyildi. Burada uşaqlar üçün də xüsusi əyləncələr var idi. Onları kontakt zooparka apardıq.
Dovşanları, dələləri, dəniz donuzlarını, balaca quzuları və toyuqları öz əllərimizlə yemləmək mümkündür. Uşaqlar heyvanlarla oynamaqdan böyük sevinc aldılar. Daha sonra isə uşaq əyləncə mərkəzində doyunca əyləndilər. Beləcə günümüzü həm təbiətin möhtəşəm gözəlliyi, həm də şəhərin rahat və mehriban ab-havası ilə dolu keçdi. Axşam otelimizə qayıdarkən ürəyimizdə bir xoş duyğu var idi. Bu gün yaddaşımızda ömürlük iz buraxacaq qədər zəngin olmuşdu. Səhər erkən oyandıq və yenidən Ureki qəsəbəsinə doğru yola çıxdıq. Hava dəyişkən idi, gah buludlu, gah yağışlı, amma bu yola xüsusi bir seyir qatırdı. Dağların ətəkləri dumanla örtülmüş, yaşıl təpələr arasından keçən yol isə gözümüzü valeh edirdi. Səhər yeməyi üçün Lika kafesinə baş çəkdik. Bura sakit, səmimi bir məkandır. Sanki ev ab-havası hiss olunur. Sifariş etdiyimiz düyü soyuğu, acar xaçapuri, smetan, bal və ətirli qara çay səhərin əsl ləzzətinə çevrildi. Qızılı rəngdə bişmiş xaçapurinin isti buxarı, bal və smetanın incə dadı ilə birləşərək unudulmaz bir səhər yaratdı. Səhər yeməyindən sonra Şekvetili qəsəbəsinə məşhur Dendra Parka yollandıq. Bura girişin pulsuz olduğunu görəndə çox təəccübləndik. Park sanki canlı bir muzey idi. Hər tərəf nadir və egzotik ağaclarla əhatələnmişdi. Uzun bambuk meşələri, qocaman evkalipt ağacları, müxtəlif rəngli yarpaqları ilə bəzənmiş ağaclar burada bir-birini tamamlayırdı. Parkın ortasında böyük göl uzanırdı. Səthində sakitcə üzən flamingolar, ördəklər və başqa quşlar bu mənzərəni tam bir təbiət rapsodiyasına çevirirdi. Quşların səsi, suyun sakitliyi və havadakı təravət insana sanki başqa bir aləmdə olduğunu hiss etdirirdi. Parkın içində taxta yelləncəklər, parlaq rəngli tutu quşlar və lemurlar da vardı. Uşaqlar buradan ayrılmaq istəmirdilər. Bu da şey axtarır. Домой забираешь такого? Да. Ну такого. А он нос вперед. Может с ним палец этим потрогать. Ой. Закричал. Он говорит, другой здесь. Я не один. Вижу, он говорит, я не один. Bir anda güclü yağış başladı. Lakin bu ruh halımızı heç pozmadı. Yağışın altında gülümsəyərək maşına qayıtdıq. Sanki təbiət bizi öz rəqsinə qoşmuşdu. Sonraki dayanacağımız məkan Çıxızdiri kəndindəki banan meşəsi idi. Yol enişli idi və yağışdan sonra palçıqlı, sürüşkən olmuşdu. Uzun pilləkənlər sanki üfüqə doğru yox olurdu. Çətin olsa da, yolun hər addımını bir film səhnəsi xatırladırdı. Sıx cəngəliklər, yaşıl ağacların arasından görünən dəniz və uzaqda reyslər üzərində keçən qatar. Qatar yolunu keçdikdən sonra böyük sıldırım qayalar arasında dənizə enən bir yol açıldı. Qarşımızda sanki nağıldan çıxmış bir mənzərə dayanmışdı. İri qayalar, dalğaların qaya üzərinə çırpılması, duzlu dəniz qoxusu möhtəşəm idi. Düzdür, burada üzmək biraz təhlükəli idi, amma cəsur yerli insanlar üçün bu artıq adi hal idi. Bu gözəllikdən sonra biraz acdıq və yenidən Urekiyə dönərək Madonna kafesində nahar etdik. Yeməklər çox dadlı idi, porsiyalar isə həmişəki kimi bol və
səxavətli. Axşam Batuminin parlaq küçələrinə üz tutduq. Əvvəlcə Piazza meydanına getdik. Burada hər axşam canlı musiqi və pulsuz konsertlər keçirilir. Küçələr işıqlarla bəzənmiş, hər yanda musiqi və gülüş səsləri eşidilirdi. Daha sonra məşhur Avropa meydanına yollandıq. Bu meydan sanki kiçik bir Avropa şəhərciyini xatırladırdı. Kafelər, restoranlar, küçə musiqiçiləri, yarmarkalar. Biz də romantik musiqinin sədaları altında biraz rəqs etdik. Gecəni sevimli restoranımız Teras Twişidə tamamladıq. Bu dəfə Lobyo Gilqabda kartof fri, toyuq salatı və tərəvəzli düyü sifariş etdik. Hər şey hər zamanki kimi çox dadlı idi. Gürcü mətbəxinin səxavətli porsiyaları və isti atmosferi günün yorğunluğunu tamamilə unutturdu. Beləcə 4-cü günümüz yağışla, dənizlə və unudulmaz xatirələrlə dolu şəkildə başa çatdı. Səhər leysan yağışı bizi yuxudan oyatdı. Pəncərədən baxanda bütün Batumi sanki suya qərq olmuşdu. Çələr parıldayır, damlardan axan sular səslə birləşərək təbiətin melodiyasını xatırladırdı. Yağışa baxmayaraq biz istiqamətimizi Türkiyə ilə sərhəddə yerləşən Qonyo kəndinə saldıq. Yol boyu mənzillər füsunkar idi. Dağlar buludların arasında itirdi. Yağış damlaları pəncərəyə toxunduqca sanki təbiət özü bu səfərə bizi müşayiət edirdi. Səhər yeməyi üçün Ayder Türk restoranında dayandıq. Burada klassik türk kahvaltısı, pendir, zeytun, bal, təzə çörək, yumurta ilə süfrə bəzənmişdi. İsti çayın qoxusu və yağışın səsi birləşib sanki ruhumuzu isidirdi. Daha sonra Qonyo qalasına yollandıq. Bu qala qədim Roma dövrünə aid tarixi abidədir. İlk dəfə tarixdə 1-ci əsrdə xatırlanıb. 2-ci əsrdə bu ərazi ekologiyada möhkəmləndirilmiş bir Roma şəhəri idi. Sonrakı dövrlərdə Bizans, daha sonra isə Osmanlı imperiyasının tərkibinə düşüb. 19-cu əsrin sonlarında isə Macarıstanla birlikdə Rusiya imperiyasına qatılıb. Qədimdə burada teatr və ipodromda fəaliyyət göstərib. Əfsanəyə görə burada Havari Mətfeyin məzarı yerləşir. Lakin bu ərazi arxeoloji qazıntılar üçün hazırda bağlıdır. Qalanın həyətində yerləşən tapıntılar muzeyinə daxil olduq. Burada min illərlə yaşı olan saxsı qablar, dəmir alətlər, döyüş oxları və qədim silahlar nümayiş olunur. Həyətin özü də sanki tarixlə nəfəs alırdı. Daş divarların arasında gəzərkən keçmişin sükutunu hiss edirdin. Sonra yolumuzu Batuminin məşhur balıq bazarına saldıq. Bazar insanlarla doluydu. Hər kəs ən təzə balığı almağa tələsirdi. Burada müxtəlif dəniz məhsulları, nərə balığı, qızıl balıq, krevetlər, asminov, lobster və daha nələr satılırdı. Bu bazarın ən maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, bazarın yanında balıq restoranları yerləşir. İstədiyin balığı bazarda alırsan, restorana aparırsan və orada sənə istədiyin şəkildə pişirirlər. Restoranlar birbaşa dənizin üzərində yerləşir. Bu isə yeməyə xüsusi bir ləzzət və ab-hava qatırdı. Biz təmizlənmiş krevetlər, sibas və qızıl balığı seçdik. Onları manqalda bişirdilər. Balığın dadı sadəcə möhtəşəm idi. Dənizin duzlu qoxusu, tüstünün ətri və təzə balığın yumşaqlığı birləşərək unudulmaz bir dad yaratmışdı. Daha sonra Batumi Boni bazarına yollandıq. Burada həm hədiyyələr aldıq, həm də şəhərin yerli ab-havasını bir daha hiss etdik. Oradan sonra uşaqların sevimli məkanı olan McDonald's-a getdik. Bu McDonald's Batumidə çox fərqlənir. Binanın bütün divarları şüşədən hazırlanıb. İçərisində isə təbii otlar və güllərlə bəzədilmiş terras var. Həm müasir, həm də ekoloji bir atmosferi yaradır. Elə buna görə də şəhərin ən çox diqqət çəkən məkanlarından biridir. Beləcə 5-ci günümüz tarix, dad, yağış və təbiət dolu bir macəraya çevrildi. Səhər tezdən yolumuzu Kabuleti şəhərinə saldıq. Yağışdan sonra hava biraz sərin idi, amma yol boyu yaşıl təbiət, dəniz qoxusu və dağ mənzərələri sanki bizə xoş gəldiniz deyirdi. Yolda Ellata adlı maraqlı bir kafe gördük və səhər yeməyi üçün ora baş çəkməyə qərar verdik. Bu yer insta stildə kafe idi. Hər detalı ilə zövqlü idi. Terasdan dənizə və dağlara açılan mənzərə nəfəs kəsirdi. Amma havanın sərinliyinə görə içəridə əyləşdik. Sifarişimiz omlet, meyvəli və şokoladlı blinçiklar idi. Həm dad, həm təqdimat mükəmməl idi. Günə xoş əhval-ruhiyyə ilə başladıq. Səhər yeməyindən sonra Batumiyə qayıdıb akvariuma yollandıq. Bura kiçik olsa da içərisində müxtəlif növ balıqlar, egzotik dəniz canlıları var idi. Uşaqların gözləri heyrətlə dolmuşdu. Rəngbərəng balıqlar sanki suda rəqs edirdi. Hava yenidən yağışlı idi. Nahar üçün Retro restoranına getdik. İçəri girən kimi isti və rahat bir atmosfer hiss olunurdu.
Dizaynı retro tərzində idi. Köhnə musiqilər, yumşaq işıqlar, taxta interyer. Burada toyuq şorbası, toyuq kababı, acar lobiyani və borş sifariş etdik. Yeməklər həm görünüşü, həm dadı ilə çox xoşumuza gəldi. Qeyd etməyə dəyər ki, Batumidə gənclər əsasən ingiliscə, yaşlı nəsil isə rusca danışır. Ünsiyyət baxımından heç bir çətinlik olmadı. Nahar sonrası yolumuzu şəhərin məşhur Delfinariyasına saldıq. Delfinari Batumidəki 6 May parkının mərkəzində yerləşir. Parkın ortasında isə böyük, sakit göl var. Bilet almağı 2-3 gün əvvəl planlaşdırmaq daha yaxşıdır, çünki yerlər çox tez tükənir. Delfin şousu təxminən 40 dəqiqə davam etdi, amma bu 40 dəqiqə uşaqlar üçün elə bil ki bir nağıl idi. Delfinlərin suyun üzərində havaya sıçraması, topu burunlarında fırlatmaları, insanlarla oynayaraq tamaşaçılara sevinç bəxş etmələri hamını valeh etmişdi. Bizim üçün bu səfərin ən emosional anlarından biri idi. Chance now to hear that voices in live. Anugura David, bonus minute. Bravo. Şoudan sonra yaxınlıqda yerləşən zooparka baş çəkdik. Burada giriş pulsuz idi. İçəridə poni, meymunlar, lemurlar, tutuquşlar və digər heyvanlar var idi. Evet. Pablo близко не делала здесь. Давай, давай, тут пошли. Bak ses. Ah ses, Это не здесь. Яблоко. Да, да, я видела их, которые у нас ставят зоопарк, вот они тоже были. Надо очень... Смотри. Вау. Ничего не делаем. А это сколько? Как интересно, тут какой злой, а этот спокойно сидит. Маленькая. Другой бунтарь, наверное, бунтарь. Это большая. А он тоже злится? Нет, этот вроде нет. Bu parkda uşaqlar üçün attraksiyonlar da qurulmuşdu. Onlar orada doyunca əyləndilər. Gülüş səsi bütün parka yayılmışdı. Günün sonunda Batuminin məşhur bulvarına yollandıq. Bu dəfə ora gündüz vaxtı getmək istədik, çünki əvvəlki gəzintimiz gecə olmuşdu. Yağışdan sonra hava təmiz, dəniz küləyi isə sərin və təravətli idi. Küçələrdə rəngarəng qrafitilər sanki şəhərin canlı ruhunu ifadə edirdi. Bulvar boyunca dəniz sahilində saysız plyajlar var. Hər addımda başqa bir gözəllik.
Gəzintimiz Əli və Nino heykəlləri önündə tamamlandı. Bu simvol Batuminin ruhunu təcəssüm etdirir və sevgi və birliyi ifadə edir. Gün batarkən dəniz sahilindən görünən mənzərə o qədər möhtəşəm idi ki, sanki bütün yorğunluğumuzu aparmışdı. Beləcə Batumidə 6-cı günümüz də dolu-dolu təəssüratlarla keçdi. Dəniz, yağış, delfinlər və gülümsəyən uşaqlar. Səhər tezdən yola çıxdıq. Bizi uzun 6 saatlıq bir səyahət gözləyirdi. Pəncərədən baxanda Batumini arxada qoyub yaşıllıqlar içində itən yollar bizi təzə macəra vəd edirdi. Gürcüstanın yolları öz-özlüyündə bir film səhnəsi kimidir. Sıldırım dağlar, dərələrin qucağında gizlənən kənd evləri, bəzən dumanla örtülmüş meşələr, bəzən isə günəşin altında parıldayan vadilər. Hər dönüşdə yeni bir mənzərə, hər təpənin arxasında yeni bir rəng. Yol boyu gördüyümüz təbiət sanki susaraq hekayə danışırdı. Bir müddət sonra Kutaisi şəhərinə çatdıq. Şəhərin havasında bir qəribə sakitlik var idi. Sanki zaman burada biraz yavaş axır. Küçələrdə tələsməyən insanlar, köhnə binaların arxasında gizlənmiş tarix və sadə, eyni zamanda səmimi həyat. Burada kiçik bir restoranda nahar etdik. Nahar etdikdən sonra yolumuza davam etdik və çox keçmədən Borjomi şəhərinə çatdıq. Uşaqlıqdan bildiyimiz Borjomi sularının vətəni. Amma etiraf edim ki, biz onu tamam başqa cürə təsəvvür etmişdik. Daha sakit, daha təbiətin qoynunda bir yer kimi. Əslində isə şəhər turistlərlə doluydu. Hər yerdə fotoaparatlar, suvenirlər, səs-küylü qruplar. Amma bu səs-küyün içində belə Borjominin təbiəti, yaşıllığı və havası insana rahatlıq verirdi. Şəhərin kənarında dağların ətəyində uzanan meşələr, sıldırım qayaların arasından axan çay və havada təbiətin o yaşıl qoxusu. Bunlar hamısı bu şəhərə xüsusi bir gözəllik qatırdı. Gün batarkən nəhayət Tbilisiyə, Gürcüstanın ürəyinə çatdıq. Günəşin son şüaları şəhərin üzərinə düşərkən Tbilisinin dağların ətəyinə yayılan işıqları sanki göydən yerə səpilən ulduzları xatırladırdı. Burada hər küçə, hər bina öz tarixini danışır. Qədimlik ilə müasirlik bir-birinə qarışırdı. Axşam yeməyini məşhur Mravaljaمیری restoranında etdik. Süfrəmizdə hər şey bol idi. Dadlı yeməklər, gülərüz xidmət, isti atmosfer. Tbilisidə bir gecə qalacağımız üçün ertəsi gün səhər tezdən şəhəri gəzməyə çıxdıq. Küçələr hələ tam oyanmamışdı, amma şəhər artıq öz həyatına başlayırdı. Tbilisinin havasında qəribə bir səmimiyyət var idi. Gəzərkən Friendly Corner adlı balaca amma çox rahat bir kafe gördük. İçəri girəndə bizi sanki doğma adamlar kimi qarşıladılar. Məlum oldu ki, bu yer bizim həmvətənlərimizə məxsusdur. Kafenin divarlarında Bakı simvolları, içəridə isə isti çay və təbəssüm dolu bir ab-hava. Burada çox dadlı səhər yeməyi etdik. Hər şey mükəmməl idi. Sanki Tbilisinin içində bir parça vətən tapmışdıq. Sonra çoxdan görmək istədiyimiz Gürcüstan xronikaları abidəsinə yollandıq. Uzaqdan görünən bu nəhəng heykəllər sanki səmanı yarırdı. Dağın zirvəsində ucalan bu abidə Gürcüstanın tarixini, inancını və xalqın ruhunu daşlara həkk edib. Hər bir sütun, hər bir relyef öz hekayəsini danışırdı. Buradan şəhərə baxanda nəfəsin kəsilirdi. Aşağıda uzanan Tbilisi, Kür çayı boyunca sıralanan evlər və uzaqda sislənən dağlar. Günün ikinci hissəsini isə Tasminda əyləncə parkında keçirdik. Park dağın zirvəsində yerləşir və ora çatmaq özü bir macəradır. Parkın içində hər yaş üçün əyləncə tapmaq mümkündür. Uşaqlar üçün karusellər, müxtəlif atraksiyonlar, mum figurlar otağı və təbii ki, kontaktlı zoopark. Uşaqlar orada dovşanları, donuzları, tısbağaları və ördəkləri yemlədilər. Onların sevinç dolu gülüşü parkın sükutunu pozurdu. O an anladıq ki, səyahətin ən gözəl tərəfi yeni yerləri görmək yox, ailənlə birlikdə bu anları yaşamaqdır. Tasminda parkında vaxtın necə keçdiyini hiss etmədik. Gün artıq axşam olurdu, amma içimizdə o qədər enerji və xoşbəxtlik var idi ki, yorğunluq hiss olunmurdu. Axşam şəhərə qayıdanda Tbilisi Ezo restoranına baş çəkdik. Restoranın içi sanki köhnə Tbilisi həyəti idi. Axşam yeməyimiz Tbilisidə keçirdiyimiz bu qısa amma dolu 2 günün ən gözəl nöqtəsi oldu. Gecə isə bizi Batumiyə aparan uzun, amma artıq doğma gələn yol gözləyirdi. Kutaisidə bir balaca fasilə verdi. Miniart Cafe Gallery adlı incə zövqlə bəzədilmiş kafedə dayanıb isti çay içdik. Hər yerdə sakitlik, fonda yüngül musiqi və sanki bütün bu səfərin xatirələri gözlərimizin önündə film kimi keçirdi. Beləcə, Gürcüstan səfərimizin bu 2 günü Tbilisiyə uzanan bu yol yaddaşımızda təkcə mənzərələrlə yox, hisslərlə, təbəssümlərlə və çoxlu sevinç dolu anlarla qaldı. Batumi səfərimizin son 2 günü qalmışdı.
və biz bu günləri maksimum dolu keçirməyə qərar verdik. Bu dəfə yolumuzu Şekvetili şəhərinə saldıq. Ora gedən yol çox gözəl idi. Hər tərəf yaşıllıq, dağlar, meşələr, təmiz hava. Təbiət elə möhtəşəm idi ki, yol boyu çoxlu video çəkdik. İlk olaraq çox maraqlı və fərqli bir məkana, Musiqiçilər parkına gəldik. Bu parkda məşhur müğənnilərin və musiqiçilərin heykəlləri yerləşir. Hər heykəl çox real və detallı hazırlanıb. Sanki canlı insanlardır. Park geniş, səliqəli və çox gözəl dizayn olunub. Bu parkı digərlərindən fərqləndirən ən maraqlı cəhətlərdən biri isə onun interaktiv olmasıdır. Hər bir musiqiçinin heykəlinə yaxınlaşdıqda həmin sənətçiyə məxsus musiqi səslənirdi. Bu xüsusiyyət parkı daha canlı, maraqlı və müasir edirdi. Bizi ən çox təəccübləndirən isə parkın tamamilə pulsuz olması idi. Həm ideya, həm də icra baxımından çox yüksək səviyyədə hazırlanan bu park bizdə çox xoş və unudulmaz təəssürat yaratdı. Parkdakı gəzintimizi bitirdikdən sonra Ureki qəsəbəsinə yollanıb nahar etdik. Kiçik və səmimi bir kafedə oturduq, yeməklər isə çox dadlı idi. Daha sonra yenidən Şekvetiliyə qayıdıb unikal əyləncə parkı olan Titinacelaya getdik. Buradakı abu-hava o qədər maraqlı idi ki, insan özünü sanki Amerikadaymış kimi hiss edirdi. Böyük dönmə çarxı, adrenalin sevənlər üçün müxtəlif atraksiyonlar, uşaqlar və böyüklər üçün yerləncəklər, su əyləncələri və daha çoxu burada mövcud idi. Leva pra baixo. Daha sonra əyləncə parkının tam qarşısında yerləşən miniatürlər parkına keçdik. Burada Gürcüstanın müxtəlif bölgələrində yerləşən məşhur tikililərin, tarixi abidələrin və memarlıq nümunələrinin miniatürləri nümayiş etdirilir. Park çox səliqəli və maraqlı şəkildə hazırlanıb. Bütün park başdan başa diqqətə layiq idi. Növbəti gün səhər yeməyini xoş bir kafedə etdik. Hər şey yenə də yüksək səviyyədə idi. Səhər yeməyindən sonra şəhəri və onun ətrafını gəzməyə çıxdıq. Günorta saatlarında isə çox rahat və gözəl gürcü restoranı olan Kuçek Kunçuliyə getdik. Restoranın interyeri milli gürcü üslubunda idi və çox isti atmosfer yaradırdı. Yeməklər möhtəşəm idi, xüsusilə gürcü xəngəli əsl şahəsəri idi. Oğlumuz Davudikin ad gününü sevdiyimiz Teras Twişi də qeyd etdik. Davudik, happy birthday to you. Son 2 günümüz çox dolu və emosional keçdi. Bizə çox gözəl xatirələr bəxş etdi. Nəhayət 15 avqust Batumidən Bakıya dönüş günü çatdı. Otelimizlə vidalaşdıq, ayrılmaq heç istəmirdik və Batuminin artıq bizə doğmalaşan küçələri ilə hava limanına yollandıq. Hava limanına gedən yol biraz kədərli idi. Dəniz, palmalar, şəhərin sakit səhər ritmi, hamısını yaddaşımıza həkk etdik. Bir neçə dəqiqədən sonra hərəkətə başlayırıq. Uçuş zamanı təhlükəsizliyin təmin olunması üçün də bələdçilərin təlimatlarına riayət etməyəcəyik, xahiş. Batumi bizə ailəvi xoşbəxtlik, isti xatirələr və unudulmaz anlar bəxş etdi. Bu şəhərə yenidən qayıtmaq arzusu ilə ayrıldıq.